Həyat yoldaşına nə qədər pul verirsən? Əgər maaşın 3000-dirsə, həyat yoldaşına 500 manat ver. Əgər ki maaşın 2000-dirsə, həyat yoldaşına 300 manat ver. Əgər ki maaşın 1000 manatdırsa, həyat yoldaşına 100 manat ver. Maaşına görə gəlirinin az bir qismini ona, xanımına verməyin lazımdır deyə düşünürəm. Bu verdiyin miqdar artıq hər nə qədərdirsə, hara xərclənir? Həyat yoldaşın yenə sənə xərcləyir. Sən evdə yox ikən bazardan alış-veriş edir. Sənin qarşında gözəl görünmək üçün bəzənəcəyi makyaj ləvazimatları alır. Yanında geyinəcəyi geyimlər alır. Uşaqlarınız varsa onlara xərcləyir. Verdiyin pulu onsuz da itirmirsən ki. Sanki bir cibindən götürüb o biri cibinə qoyursan. Bu da sənindir. Amma bu formada ona dəyərli hiss etdirərsən. Bəziləri deyir ki, yeyir, içir, yatır, bəs edir ona. Mən qazanıram, ona baxıram kifayətdir. Bu qadın sənə xidmət edir. Paltarlarını yuyur, uşaqlarına baxır. Ehtiyaclarını hər mənada ödəyir, təmin edir. Görən gözün olur. Namusunu qoruyur, qeyrətini mühafizə edir. Daha nə istəyirsən? Onu möhtac buraxmaqdırmı məqsədin? Özünü dəyərsizmi hiss etsin? Bunu maddi və mənəvi şeyləri verməyin lazımdır. Elvin Mürtəza Nurşəhri